sefer farklı bir nefes sorumlu kardeşimizde aktif devam ediyor. Allah Verin onu oynayalım. Sen
20-ci əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanını verdi. Bu üçün Azərbaycan dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilməsində artıq 64 il ötür. Azərbaycan müstəqilliyi aparan yolda ilk rəsmi sənəd 1991-ci il avqustun 30-da təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı ciddiliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. İndi isə bu üstün sözü məktəbimizin tarix müəlliməsi Arkac müəllimə verilir. il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunmuş. Bununla da Azərbaycan Respublikası öz müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 91-ci ilin 30 avqust tarixli bəyannaməsində istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktına əsasən biz bugün öz müstəqilliyimizin 36-cı il dövrünü qeyd edirik. Bugün Azərbaycan xalqı öz dövlət müstəqilliyini tam fərqli formada qeyd edir. Artıq 2 ildir ki, biz öz ərazi bütövlüyümüzü bərpa olunmuş, suverenliyimizi bərpa etmiş bir xalq kimi müstəqilliyimizin bərpasını qeyd edirik. Sevindirici bir haldır ki, Milli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin və ən layiqli davamçısı, dünyanın tanınmış siyasi və dövlət xadimi Cənab İlham Əliyev artıq 20 ildən çoxdur ki, xalqımızın tarixi nailiyyəti olan müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddət ərzində dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət və tədbirlərin atdığı addımlar həm ölkəmizdə, həm beynəlxalq aləmdə daim yüksək qiymətləndirilir. Xüsusilə Cənab İlham Əliyevin siyasi prosesləri yönətmə cəhdləri, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti onu yeni əsrin bir liderinə çevirmişdir. Şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq torpaqlarımızın düşməndən azad edilməsində Müzəffər Ali Başkomandan İlham Əliyevin rolu əvəzsizdir. 2023-cü ilin sentyabrın 19-20-sində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində artıq Azərbaycan Respublikası bütün Qarabağ ərazisində Azərbaycanda öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Hal-hazırda Respublikamızın bütün ərazilərində Azərbaycanın şanlı ay ulduzlu üç rəngli bayrağı bütün torpaqlarımızda qürurla dalgalanır və həmin ərazilərdə nəinki bayrağımız, eyni zamanda Azərbaycan Respublikasının konstitusiya qanunlarına əməl olunur. Mən sizlərə bir şagird kimi sizlərə arzum budur ki, sizin də vəzifəniz bugün nə ola bilər uşaqlar? Dərslərinizi yaxşı oxumaq, dərslərdə nizam-intizam, davamlı olaraq gəlməyi sizlərə tövsiyə edirəm. Hər kəsin müstəqillik bərpası günü münasibətilə təbrik edirəm. Qoy müstəqilliyimiz əbədi və daim olsun. Azerbaycan'ın müstəqilliyi əbədidir, dönməzdir, daim.
Azerbaycan devleti var. Onun milli devlet bayrağı var. Milli himni var. Milli yerli var. Azerbaycan dünya dünyasına ait yer tuttur. Müstakil Azerbaycan devletinin esas değeri. Azerbaycançı. Her bir Azerbaycanlı öz milli mensupiyetine göre gurur çeşitlidir. Azerbaycancılığı, Azerbaycan'ın dilini, Azerbaycan'ın medeniyetini, Azerbaycan'ın milli memeli değerlerini, adet-ünlerini bize tutmalıyız. Hani var dersiniz ki, Azerbaycan bir müstakil devlet kimi öz ayaklar üzerinden görkemdir. İlk devirde biz Azerbaycan'ın müstakilliğini inkar ettiğimiz ben bugün beyan ederim ki Azerbaycan'ın müstakilliği ebedidir, dönmezdir, daimdir. Bugün de Azerbaycan güçlü devlet, daha güçlü devlet kurmalıyız. Daha güçlü Azerbaycan kurmalıyız. Yolumuz müstakillik yolu. Bu yoldan hiçbir kenar kuvvet bizi döndürebilmez. Bu yol Azerbaycan halkının şuur seçimidir. Biz müstakil ülkeyiz. Biz büyük halkız. Ancak büyük halk bu kadar neticeler elde edebilir. Ancak müstakillik şaraitinde Azerbaycan bu kadar uğurlar elde eder. Bizim talihimiz önerimizdir. Biz müstakil ülkeyiz. Güçlü ülkeyiz. Tuttuğumuz yola gidirik ve eminəm ki Azerbaycan'ı koşma geleceğine getireceğiz. Eşit olsun Azerbaycan halkına, yaşasın Azerbaycan! Torpağına can demişəm, suyuna mən can demişəm, canıma qurban demişəm, canım gözüm, gözüm canım, Azərbaycanım, can 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 Azərbaycan. Həzər yar ayağını, bayra gittim növrağını, öpdüm azad torpağını, canım gözüm, gözüm canım, Azərbaycanım, can 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 Azərbaycan. Açır ana zavallı, yavruların davalığı, adının min qabalığı, canım gözüm, gözüm canım, Azərbaycanım, can 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 Azərbaycan. Qarabağım var, şux bülbülüm var, baldan dadadlı, şirin dilim var, Türkistan kimi böyük elim var, canım gözüm, gözüm canım, Azərbaycanım, can 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 Azərbaycan. Sevinçlə ötüşür onun hər anı, dillərdə dolaşır şöhrəti şanı, zəfərdən çaldır Azərbaycanı, eşitçir obalar eller səsi, bu gün bayram edir adlar ölkəsi. Hərəmiz bu vətənin parçası, zərrəsi, yağlara yurdumun parçası, zərrəsiyik. Bu vətənin yolunda birləşsin əllərimiz, sevinsin dağlarımız, sevinsin çöllərimiz. Necə ki ruhumuz var, necə ki dilimiz var, Azərbaycan yaşayır, yurdumuz, elimiz var. Ne zaman ki birləşib, hissim, ruhum bədənim, dünyanın özü boyda bir dünyadır vətənim. Bugün sərbəst bir ölkəsən, qonşulardan sən öndəsən, uğruna böykəsən, sağ Türklərin Azərbaycan. Qanımdır, canımdır Azərbaycanım, adımdır, sanımdır Azərbaycanım. Uğrunda canından keçənlər olub, əcəl şərbətini içənlər olub, gözəl dünyamızdan köçənlər olub. Oğullar itirib Azərbaycanım, igidlər yetirib Azərbaycanım. Sonsuz məhəbbəti ürəyimdədir, qüvvəti dizimdə, biləyimdədir. Torpağının ətri çörəyimdədir, belə bir dünyadır Azərbaycanım, həmişə bahardır Azərbaycanım. Vətənimiz sevinən çağırılan elləri, sənə görmək istəyən Azərbaycana gəlsin. Bəzəni başdan başa, şəhərləri, kəndləri, cənnət görmək istəyən Azərbaycana gəlsin. Dağımızdan öyrədən səbaqətdir, səbaqət, şəşən parlaqdır, gözümüzdə həqiqət, dostuna, qardaşına, təmənnasına rəhbət, hörmət görmək istəyən Azərbaycana gəlsin. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqilliyi arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycan müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və
keçdiyi bir dövrdə əldə edildi. Müstəqilliyi bərpa etdikdən sonra qısa müddət ərzində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1996-cı ildə Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Ümumilli Təklif Əliyevin hakimiyyəti qarşısından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Dünyanın bütün şirkətlərinin, xüsusən də böyük şirkətinin Azərbaycandakı xalq müstəqil hüquqlarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın təməlini qoydu. Siyasəti güclü olan hər şey qadirdir deyən Ulu Öndər, Azərbaycan müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. salvadın, şərəflə sən ucaldın, diləydin hər evladın, ucalməksin Azərbaycan. Dinlə məni gözəl vətən, bir söz gəlir ürəyimdən, azadlığın eşqiyle sən, biləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan. Vicdanlı birləşə götürməz onun, baxçası bir qanqar bitirməz onun, övladı dostumu bitirməz.
ölməz olan həyat nəfslidir Azərbaycanım, inqilab səsidir Azərbaycanım. Ayızında, qışında, baharında, yazında, dinər dostluq nəğməsi, könüllərin sazında, sabaha addımlayan, mərd oğluna qızında, qeyrət görmək istəyən Azərbaycana gəlsin. Bəlkə buna görə əzəmətlisən, nəyi var vermisən əsirgəmədən, sən bir ana kimi səxavətlisən, anam Azərbaycan vətən vətən. Yadda saxla qoca tarix, mən türk oğlu türkəm, əhrimənlər qarşısında sanma, çökərəm, boyun bişəm. Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm. Mən dünənəm, mən bugünəm, gələcəyəm, yerəm, göyəm, əziyyətəli qılıncıyam, otdan gələş bir qıncayam. Kəsib keçəm xəyanəti, cinayəti, alçallığı, eşqiyim, hüsnüm, cəlalımsan, odlar yurdu, ot torpağı. Bağlıoğlu dövrəndə yüzü bürəmə keçir, müstəqil Azərbaycan özü öz yolu seçir. Qoymur bu yollardan yeni olur. Nasıl? Sən keçin. İgidlərin saya gəlib sayılmaz, tarixinə at salıb bahsedilməz, oğlum qızın kimsələrə əyilməz, Azərbaycan mənim ana vətənimdir. Müqəddəsdir vətənimin torpağı, istəməm əksilsin bircə yarpağı, istərəm xoş olsun vətən dövrağı, ömrümüzə bir bəzəkdir bu torpaq. Ruhunda, qanında bəsmirəm səni, Azərbaycan doğma, diyarım məni. Qurbanam səni, elində, yurduna, müqəddəs bayrağım, varım məni. Müstəqillik bayramındır, bu gün sənin Azərbaycan. Xoşbəxt gülərimə qanundur, yoxsun sənin Azərbaycan. Könlüm quşu, qanat çalmaz, sənsiz bir
günlərim getmir müdam xəyalımdan Azərbaycan. Vətən eşqi məktəbində can verməyi öyrənmişik. Ustadımız deyir, heç bir vətənsiz can Azərbaycan. Vətən yanı deyəndə alışaq gərək, vətən canı deyəndə barışaq gərək, vətən... Yetdi qalsa bir məlləndir, düşmənlərə min ələmdir. Dostlarına çox kərəmdir, sədaqətin Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hangi sənətə, hangi yana, ey Hüsamda yuvam sənsən, elim günüm, babam sənsən. Zəhri bayrağın kölgəsində mən, qara qısadan ötər görüşəm. Bayraq şığından görüşəm. Bayraq mənliyim, bayraq kimliyim, bayraq öz yurdum, öz hakimliyim. İzləyim səndə, öyrənir sənsinəmdə. Olsa yurdu nəfəsinsən sən mənim. Qürurumsan, damağımda qanımsan. Azərbaycan mənim ana vətənim. Vətən mənim bu günüm, sabah üçün toyluyum, haqqım var köyünüm. Azərbaycan deyəndə, vətənlərim, Azərbaycan deyəndə. Güzel vətənlərdən gəldim, seçim gözəllərim, işıq deyər sənin sənin, sən yaşımız alsan, şehir sana satılsan. Bu torpağa çoktur bizim borcumuz. Bu torpaktır şerefimiz, şanımız. Kurban olsun karşına canımız. Bu torpağın kıymetini bilmeli. Dostluğun eşqiyle ucalırıq biz. Gül açır, bar verir diləklərimiz. Bir vurur hər zaman ürəklərimiz. Eşitsin obalar, eller bu səsi. Bugün bayram edir otlar ölkəsi. 5 il bundan əvvəl 30 ilə yaxın düşmən kaptağı altında olan torpaqlarımız 44 gün vətən müharibəsi ilə işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Başkomandan rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz birliyi ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişə yaşandığını imza attı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edilir. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürurla dair. Mən həmişə fəxr etmişim. Bu gün də fəxr edirəm. Mən Azərbaycanlıyam. Memleketim, güneşli nail.
valideynlər, bugün biz ən əlamətlər, ən unudulmaz günlərdən birini qeyd edirik. Müstəqillik gününü qeyd edirik. Müstəqillik Azərbaycanın təkcə siyasi müstəqilliyi deyil, həm də tarixi, azadlığı, suverenliyi, coğrafiyası tarixinin müstəqilliyidir, dünənimizin bugünümüzün müstəqilliyidir. Biz müstəqilliyimizi ulu öndər Heydər Əliyevin layiqli zamanlısı olan İlham Əliyevə borcluyuq. İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizim müstəqilliyimiz daimidir, əbədidir və həmişə var olacaq. Bugün Azərbaycan bütün dünya ölkələrində ən önəmli yerlərdən biridir. Demək olar ki, və uşaqlar, bizim müstəqilliyimiz məhz sizlərdən, gələcəyimiz olar, sizlərdən asılıdır. Sizin yaxşı oxumağınız, dərslərinizdə mükəmməl iştirak etməyiniz, savadınız, biliyiniz sayəsində müstəqilliyimiz daha da əbədi olacaq. Azərbaycan bayrağı həmişə dalğalansın. Bu sizlərdən, sizin yaxşı nailiyyətlərinizdən asılıdır. Mən arzu edirəm ki, sizin nailiyyətləriniz o qədər yüksək olsun ki, biz müstəqilliyimizi hər il daha da seçməkdən, daha da firavan qeyd edirik. Əsmər müəllimə, Bəsli müəllimə, Səba müəllimə, tədbirdə əziyyət keçən bütün müəllimlərimizə təşəkkür edirəm. Valideynlərimizə dəstəyi üçün təşəkkür edirəm. Tədbiri gözəl yaşatdığınıza görə, təşkilatçılığınıza görə, Aytaz müəllimə müstəqilliyimiz haqqında o qədər ətraflı məlumat verdi ki, mən ehtiyac bilmədim ki, müstəqilliyimizə yaranmayı bu hansı bir çətin yollardan keçmişik, ona ehtiyac bilmədim, çünki artıq Aytaz müəllimə kifayət qədər ətraflı məlumat verdi. İnşallah bir şey də unutmayaq ki, müstəqillik bizim şəhidlərimizin qanı bahasına, bizim qazilərimizin tədakarlığı bahasına əldə olunur. Bunu heç vaxt unutmayaq. Və hər birinin daimi dərin hörmət və ehtiramla anır. Çox sağ olun, hər birinizə təşəkkür edirik. Çox sağ olun.